İrana elədiyi hücum açıq-aşkar deyir, rejimi dəyişmək istəyirəm. Siz də deyirsiniz, rejim dəyişilsə Azərbaycan dövləti üçün, yəni bizi üçün daha yaxşı olacaq. Mən də o sözü razılaşıram. işlətmədim. Mən də Mən o sözü razılaşıram. işlətmədim. Hə, onda üzr istəyirəm. Azərbaycan üçün rejim dəyişsə, mən indiki yaşadığım Azərbaycan üçün demirəm. Orada yaşayan xalq bunu istəyir, yaxşı olacaq. O xalq yaxşı. Pis olacaq. Üzr istəyirəm mən, onda elə başa düşdüm, bizə görə deyirsiniz. Yaxşı, onlara görə deyirsiniz. Mən də sizi bir humanist insan tanıyaraq sualımı belə verirəm. Və sizi humanist insan tanımaq sözündə şey deyil bu, ironiya deyil, səmimiyyətdir. Yəni siz bir humanist insan olaraq indiki o Fars rejimi, Molla rejiminin altında yaşayan indi insanların daha pis yaşayacağını görmürsünüzmü? Baxın, indiki insanlar daha pis də yaşaya bilərlər, daha yaxşı da yaşaya bilər. Hətta indiki kimi də qalıb yaşaya Yaxşı yox, yaxşıya bir yoxdur da təcrübə. Heç nəyə garanti yoxdur. Yox, garantiya var ki, orada xaos olacaq. 1-2 il çəkə bilər. 1-2 il o xaos çəkə bilər. Bu garantidir. Liviyada nə vaxtdan xaosdur? Baxın, Liviyadan İranın Suriyada nə coğrafi vaxtdan xaosdur? Baxın, Suriyada, İranla Liviyada cəmaət çörək əvəzinə indi əminamanlıq istəyir. Allahdan əminamanlıq istəyirlər. Bax, Suriyada, Liviyada, İraqda bütün bəlaların iki səbəbi olub. Bir qərb, bir də yerli hökumətin özü. Bəli. Yəni Biz də yerli deyirik ki, gəl hökuməti müdaxilə eləməsin, bu yerli hökumət bunlara zülm eləsin, ancaq əminamanlıqları qorunsun. İndi o zülm... Biz gedib orada zülm eləmirik Azərbaycan dövləti olaraq. Biz eləmirik. Sizin niyə yazığınız gəlmir İran xalqına? Mən birinci öz xalqıma yazığım gəlir. Mən beynim öz xalqımla olur. Öz xalqımın dərdi qutarıb gedib kimsə xalqın dərdini çəkir. Siz onda deyin ki, rejim qalacaq, qalmayacaq bizə nə onda? Belə də mən əvvəldən dedim də mənə nə? Mən 2023-dən sonra heç maraqlı deyil. Onda mən üzr istəyirəm sizdən, sizə düz başa. Baxın, mən dedim 2023-ə qədər bizə təsir edə bilirdilər. Zaten 2023-dən sonra bizə təsir edə bilmirlər. Niyə? Çünki özlərin başı bəladadır. Mən də istəmirəm ki, mən deyirəm rejim dəyişməsin ona görə ki, o xalq yazıqdır. Rejim dəyişsə xalq pis günə düşəcək. Bax, 35 il müharibə şəraitində yaşamışıq. Dünya vecinə idi. Heç kimi. İndi biz biraz sülhdə yaşayaq, bizim vecimiz olmasın. Yox, olsun da biz yaxşıyıq. Çoxdur bizə. Yox, olsun da biz onlar... Yox, mən deyirəm olsun. Biz onlardan yaxşıyıq, biz onlardan humanistiyik, biz onlardan üstünük, biz onlardan insanıq. Biz axı bizi. Bizik də qardaş, neyini? Yardım kampaniyası təşkil edin. Onu demək istəyirəm, laqeyd yanaşırıq. Qardaş, niyə laqeyd yanaşırıq ki?